nəfər rayon əhalisi, cavan oğlan, ailəli 2 uşağı var. Görür ki, dolanmaq çox çətindir və s. Götürür, soyadını dəyişir, adını və soyadını. Tezdə şəxsiyyət vəsiqəsi alır. Arvadına deyir ki, mən gedirəm Rusiyaya işləməyə. Bir sosial şəbəkədə bir xanımla tanış olur. Başlayır bu ilə görüşmək, Bakıya gəlir. Və deyir ki, mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Banditizm İdarəsinin əməkdaşıyım. O təşəkkül cinayətkar qarşı mübarizə idarəsinin banditizm deyir, amma bilmirlər ki, belə bir idarə yoxdur. Bunlar da avam adamdır, deyirlər ki, hə, lap yaxşı, mayoram. Qızla görüşür, qıza deyir ki, gəl evlənik. Qız da deyir ki, yox, geri atam anam razılıq versin. Deyir ki, atam anam rəhmətə gedib. Bir dənə evində, kiraya qaldığı evində xadimə olur. O xadiməni tapıb 200 manat ona pul verir. Deyir ki, gedərsən elçiliyə, deyərsən ki, mən sənin xalanam. Biz atası, anası ölüb, örgədir də nə danışmaq və s. Arvad da gedir elçiliyə, kişi də baxır, deyir, qız da deyir ki, mən onu sevirəm, falan yerdə işləyir və s. Hərsini verir, danışırlar ki, toy eləsinlər və toy eləyəndə oğlan deyir kişiyə ki, qaynatasına, mən kreditə almışam 7-ci mikrorayonda, o da kirayədə qalır, 2 otaq. Biraz borcum var, sən toyun pulunu, hamısını verginə, sonra mən pulları qaytaracağım sənə. Kişi həm bu pulu verir, sonra mebel alır qızı üçün, bütün doldurur evi, başqa bir vətəndaşın evidir. Bundan sonra evlənirlər. Bu başlayır ki, nəsə gənə də pul əldə etmək lazım. Deyir, gəl mən sənin oğluvu kişiyə düzəldim banditizm idarəsinə. Kişi də deyir ki, hə, düzəltdim. 40 minə yaxın pul götürür kişidən. Bunun da fikri var idi, bu pulu götürən kimi çıxsın Rusiya. Həqiqətən Rusiya getsin, orada yavaş-yavaş allatsın cəmaat. Neysə, bu toy olanda kişi nəsə çox təəccüblü gəlir ki, görür ki, bunun adamlarından bir dənə o xala gəlir, xadimə. Bir də bir 10-15 dənə cavan oğlanlar. Deyir, sənin qohumun zadın yoxdur. Deyir, hələ mən yetim uşağım da, hələ babalar. 10-15 nəfər də kim idi? Kiməsə deyib ki, oradan-buradan gedirsiniz, havayı yeyib içmək var. Gedirsiniz, sizi ora dəvət edir. Aparır onları şadlıq evində, yeyirlər, içirlər. Neysə, bir nəfər oradan gəlir kişinin qulağına pıçıldayır ki, ay kişi biz bu belədir, elədir. Kişi bilir, verir polisə bunu həbs edirlər. Yəni, biraz bu məsələləri uzun danışdım. Belə deyim sizə, bilirsiniz, biz elə bir işlərə baxırdıq ki, mən həqiqətən də, bu yadınızda olar da Adriana Çilintananın bir filmi var idi, Blef. Görürsən ki, bizim Azərbaycanlılar doğrudan pul qazanmağı çox bacarırlar. Və hər bir cəhətdən yaxşı da imkanları var ki, nəsə bir icad eləsinlər, nəsə bir fikirləşsinlər və s. Bu məsələlərdən yəni ki, belə bir